Almaniya yenidən təzminat tələbləri ilə üzləşib. Polşa 2-ci Dünya müharibəsində gördüyü zərərlərə görə Berlindən 1,3 trilyon avro kompensasiya ödəməsini istəyir. Tərəflər münasibətlərini düzəltməyə söz versələr də, təzminat məsələsi danışıqlara kölgə salır. Baş nazir Donald Tuskun kompensasiya ilə bağlı əvvəlkindən daha sərt mövqe tutduğu bildirilir. Varşavanın tələbləri fonunda Almaniya məsələnin qanuni olaraq qapalı olduğunu açıqlayıb. Çünki 1950-ci illərdə Sovet İttifaqının nəzarəti altında olduğu üçün təzminat hüququndan imtina edib. Berlin də bu arqumenti əsas gətirərək məsələdən yayınmağa çalışır. Lakin Varşava həmin dövrdə söz sahibi değildi. Moskvanın siyasi təzyiqi ucbatından Polşa kompensasiya tələb edə bilməyib. 39-cu ildə imzalanmış Molotov-Ribbentrop paktı əsasında Polşanı böldülər. Ondan sonra Almaniya faşistlər Polşa üzərinə hücuma keçdi. Məsələn, Varşava üsyanı baş vermişdi həmin illərdə. Varşava üsyanı zamanı Varşavanı tamamilə darmadağın etdilər. Yəni daşı daş üstündə qoymadılar. Yəni bu baxımdan həqiqətən də faşist Almaniyası Polşaya çox böyük ziyanlar vurub. Burada Polşa birmənalı haqlıdır. Yəni çünki tamam, yəni bugünkü Almaniya hökumətləri, bugünkü Almaniya dövləti indi faşist Almaniyasının davamı deyil, onun varisi deyil. Amma hər halda faktiki bu zərərləri Polşaya vuran Almaniya olub. Almaniya kansleri Friedrich Merz vəzifəsinə başlayan ilk gündən bəri Polşa ilə əlaqələri düzəltməyə çalışır. Hətta o, ilk rəsmi səfərlərindən birini Varşavaya edib. Berlində müharibənin Polşalı qurbanlarına həsr olunan xatirə abidəsi tikiləcəyini deyib. O, nasistlərin talan etdiyi Varşavaya məxsus mədəni əsərləri geri qaytaracağına söz verib. Berlin orta əsrlər dövrünə aid 73 sənədi Polşaya qaytarıb. Bu sənədlər savaş zamanı Polşanın arxivindən uğurlanaraq Almaniyaya aparılıb. Lakin Merzin bu addımları Varşavanı sakitləşdirməyib. Məlumata görə, 2-ci Dünya müharibəsi dövründə zərər çəkən Polşalılardan təxminən 50 mini sağdır. Varşava iki əsas məsələyə, savaş zamanı almanların vurduğu zərərlərə və bu zərərlərin mənfi təsirlərinin bir çox sahələrdə hələ də davam etməsinə görə təzminat tələb edir. Polşa və Almaniya bu məsələ ilə bağlı müqavilə imzalamayıb. Ona görə də kompensasiya problemi açıq qalıb. Beynəlxalq hüquq çərçivəsində Varşavanın belə bir tələblə çıxış etmək öhdəliyi var. Bu proses 1907-ci ildə qəbul edilən Haaqa Konvensiyasının 3-cü bəndi və 1968-ci ildə müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə məhkəmə məsuliyyəti üçün müddətinin keçməməsi haqqında konvensiya ilə tənzimlənir. Beynəlxalq hüquq müharibə cinayətləri üçün məhdudiyyət müddətini tanımır. Hadisələrin törədildiyi tarixdən asılı olmayaraq zərər çəkənlər istənilən vaxt təzminat tələb edə bilərlər. Aslında Rusya-Ukrayna savaşının yansımalarının önümüzdeki süreçte olası bir Rusya saldırısına ilişkin ihtiyaç duyulacak, yani Polonya'nın ihtiyaç duyacağı ordusunu güçlendirmek suretiyle bence bu tazminatı talep ettiğini söyleyebiliriz. Olası Rusya-Ukrayna savaşında Rusya'ya yakın olan Polonya'nın orada kendi güvenliğini sağlamak suretiyle askeri savunma sistemlerine tazminatla yatırım yapmayı hedeflediğini söyleyebiliriz. Müharibə nəticəsində Polşanın ərazisi 78 min kvadrat kilometr, əhalisi isə 11,2 milyon azalıb. 2,1 milyondan çox Polşa vətəndaşı xaricə qul kimi aparılıb. Nasistlər 196 min Polşalı uşağı almanlaşdırmaq üçün Almaniyaya göndəriblər. Onlardan yalnız 30 mini geri qaytarılıb. Polşadan qaçıb başqa ölkələrə gedənlərin sayı isə dəqiq bəlli deyil. Almaniya belə bir təzminatı ödəməyəcək. Hər şeydən öncə bir ölkəyə təzminatın verilməsi Almaniyanın ciddi məsuliyyət qarşısında qoyacaqdır. Digər ölkələr də müxtəlif vaxtlarda Almaniyadan analoji addım atıb təzminat istəyə bilər ki, bu indiki məqamda Avropa iqtisadiyyatının lokomotiv rolunu oynayan Almaniyanın iqtisadiyyatını iflic edə bilər. Almaniya onsuz da Avropa ölkələri üçün ciddi mənada bir investisiya ayırır, iqtisadi yardımlar ayırır. Yəni Avropa İttifaqında bütün bu işlərin hamısını Almaniya görür. Belə bir durumda Almaniyanın hansı ölkəyə təzminat verməsi inandırıcı deyil. Əslində Almaniya savaşdan sonra bəzi zərər çəkənlərə təzminat ödəyib. 1952-ci ildə Almaniya Federativ Respublikası İsraillə razılaşma imzalayıb. Lüksemburq sazişinə əsasən 1953-1966-cı illər ərzində Holokost qurbanları üçün kompensasiya ödənib və onlar üçün proqramlar yaradılıb. Ödəmələr müxtəlif formalarda həyata keçirilib. Qərbi Almaniyanın göndərdiyi mallar və yaradılan xidmətlər, İsrailin iqtisadi bərpası, miqrantların yerləşdirilməsi üçün nəzərdə
nəzərdə tutulub. Razılaşma yalnız İsrail dövləti üçün deyil, diasporada yaşayan nasist təqibinə məruz qalanları kompensasiya ilə təmin etmək məqsədi daşıyıb. Bu məqsədlə Almaniya daxili qanunlar qəbul edib. Hətta bəzi şəxslərə pensiyalar ödənilib. Həmin dövrdə sərbəst pul köçürmələri böyük problem idi. Almaniya müharibədən sonra iqtisadi cəhətdən çətin vəziyyətə düşmüşdü. Buna görə ödənişlərin bu cür həyata keçirilməsi planlaşdırıldı. Reparasiya ödənişləri hesabına İsrailin ümumi gəlirləri 15% artdı və 12 il ərzində 45 min iş yeri açıldı. Bundan başqa 1999-2000-ci illər ərzində Alman fondu fəaliyyət göstərdi. Holokostdan xilas olub maddi yardıma ehtiyacı olanlara yardım edildi. Eyni zamanda o dövrdə mövcud olan Yuqoslaviyaya da müəyyən texniki iqtisadi kompensasiyalar ödənildi. Fabriklərin sökülməsi və ya köçürülməsinə köməklik göstərildi. Yunanıstanda Almaniyadan vaxtaşırı təzminat tələbləri ilə çıxış edir. 2010-2020-ci illər ərzində Afina Berlinə bu barədə hətta nota verib. 2019-cu ildə işğal üçün 309,5 milyard avro, Birinci Dünya müharibəsi dövründə vurulan zərərə görə isə 9,2 milyard avro məbləğində təzminat tələb olunub. Berlin isə bu tələbləri rədd edir. Analitiklərin fikrincə, Almaniyanın birləşməsi fonunda bu məsələlər bağlanıb. Ona görə də Berlinin indiki halda tərəflərə təzminat ödəməsi gözlənilmir. Polşa və Yunanistanın isə əldə etdiyi təzminatla ordusunu gücləndirmək niyyətində olduğu bildirilir.